Doktor, immuniteti gücləndirmək üçün nələrə diqqət edək? Uşaqlarda immun sağlamlığına diqqət edəcək məqamlar bunlardır. Təbii ki, uşaqlarınız xəstələnə bilər. Xüsusilə də ilk 6 yaş dönəmində uşaqların tez xəstələndiyini müşahidə edirik. Ancaq valideynlərə tövsiyəmiz nədir? Uşaqlara gigiyenaya diqqətli olsunlar. Bağırsaq sağlamlığına əmin olsunlar. Çünki bağırsaq sağlamlığı olmayan uşaqlar tez xəstələnəcək, vitamin və ya da mineral itkisi yaşayacaq. Həmçinin də uşaqlarda peyvəndlər xüsusi diqqətə alınmalı. Təəssüf ki, bizim cəmiyyətdə peyvəndlərə biganə yanaşılmır və nəticədə uşaq ağır bir infeksiyon xəstəliyi peyvəndsiz keçirilir və nəticədə həm uşağın nevroloji statusunda dəyişikliklər yaranır, həmçinin də ümumi fiziki sağlamlığına bu mənfi təsir göstərir ki, bu yüzdən də uşaqları həm gigiyenik qaydalara kiçik yaşından qazandırmaq, diş sağlamlığı, ağız sağlamlığı, bağırsaq sağlamlığı və lazımi olan vitaminlər vaxtında yaşa uyğun verilməsi uşaqlarımızın və ailəmizin, həmçinin cəmiyyətimizin sağlamlığını qoruyacaqdır.